Bu əndazə belə Allah bunu Peyğəmbər çalışdı ki, bu iş bundan sonra olmasın və indi də mümkündür. Şiələr, sünnilər, İslam dünyasında bütün firqələrin hamısı oturalar, fikirləşələr, əl-ələ verələr və Peyğəmbərin hədislərini oxuyalar və dünyada özlərinə izzət qazanalar. Həm dünyada və həm axirətdə. Bu günlərdə, axır günlərdə Peyğəmbər nə qədər cəmaatla danışırdı, nə qədər vəsiyyət eləyirdi, nə qədər nəsihət eləyirdi. Hətta o kişi ki, gəldi Peyğəmbər məsciddə, axır saatlarıdır, axır günləridir, yapışıblar əlindən, gəldi, çıxdı mənbərə. Hamı ağlaşır. Həzrət də başladı söhbət eləməyə, yavaş-yavaş danışırdı. Dedi ki, axirətdə insanı əgər hesab alalar, çox çətindir. Kimin məndən nə alacağı var, tələbi var, dursun desin. Bir nəfər durdu, dedi, ya Rəsulallah, sən mənə söz vermişdin ki, mən evlənəndə mənə pul verəsən. O da onun halində idi. Ağa buyurdu ki, düzdür, mən sənə söz vermişəm. Ondan dedi, gedin, evdən filan məbləğ gətirin, verin. Söz vermişəm, düzdür. Verdi. Sabahları gəldi, yenə də mənbərdə cəmaata o sözü dedi. Dedi ki, cəmaat, bax, kimin nə tələbi var məndən, desin. Orada da bir nəfər durdu ayağa, dedi ki, ya Rəsulallah, Səvadət ibn Qeys. Durdu ayağa, dedi, ya Rəsulallah, yadındadır ki, biz Taifdən gələndə, sən qəmçini istəyirdin ki, vırasan heyvana, amma dəydi mənim qarnıma. Sən ki istəyirsən qisas qiyamətə qalmaya, mən indi istəyirəm qisas eləyəm. Hamı ağladı. Həzrət buyurdu, düzdür. Gedin evdən o qəmçini gətirin. Qoy qisas eləsin. Getdilər, hamı narahatdır ki, bu kişi nə üçün bu cür edir? Niyə bağışlamır Peyğəmbər? Getdilər, qəmçini gətirdilər. Həzrət köynəyi qalxızdı ki, o gəlsin, qəmçini vırsın, gəldi Peyğəmbərin sinəsindən öpdü. Dedi, ya Rəsulallah, mən səni bağışlayıram. Həzrət baxdı, dedi, ilahi, sənin bu bəndin məni bağışladı, sən də bunu bağışla.